1 iyun 2025-ci il yolumuz Ağdərə rayonunun Sırxavənd kəndinədir. 1 iyun 2025-ci il Ağdərə rayonunun Qaraşlar kəndindəyik. İbad dayının qonağıyıq. Salam İbad dayı, nətərsiz? Salam əleykum, salam, xoş gəlmişsiniz Polat müəllim. Nətərdir vəziyyətiniz, Çox işiniz, sağ olun. gücünüz nətərdir? Çox var olun, çox şükür ki gəlmişsiniz. Yeni alırsınız. Şükür bugünkü günə Allah şəhidlərimizə rəhmət eləsin. Allah prezidentimizi qorusun, qazilərimiz Allah can sağlığı versin. Biz bura onların canı baxasına, qanı baxasına gəlib yaşamışıq. Çox şükür bu gün. İbad dayı 33 ildən sonra doğulub başa çatdığın Qaraşlar kəndində olmaqdan necə hisslər yaşayırsan? Qürur duyuram, çox böyük qürur duyuram. Bu hissiyatı heç adına nətər deyim, izah eləmək çox çətin məsələdir. Elə bil mən çox yerlərdə olmuşam. Təsərrüfatla bağlı Respublikamızın demək olar ki, çox hissəsində olmuşam. Oralarda adam gedirdi, darıxırdı. İndi burada adam darıxmır. Yəqin bu doğmalığına əlaqədardır, doğma yurduna əlaqədardır. Nətər deyim, indi bizim burada vətənimiz ona görədimi? Çox şükür bugünkü günə. Bu gün əvəz edilməz bir gündür. Əvəz heç bir şeylə edilmir. Bu günlər bizim üçün ən müqəddəs günlərdir. Allah yenə şəhidlərimizə rəhmət eləsin. Çox şəhid vermişik. Çox bu kəndin uğrunda çox şəhidlər gedir. Tək kənd cəmaatı yox, qeyri rayonun cəmaat balaları da burada. Bu torpaq, bu kənd uğrunda mübarizədə şəhid olub. Hər birinə Allahdan rəhmət diləyirəm və bütün valideynlərinə Allahdan səbir diləyirəm. Amin. Yaşar, sən nə hisslər keçirirsən 33 ildən sonra doğma Sırxavənd kəndində olmağıyla? Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Allah ordumuzu qorusun. Allah Ali Baş Komandanımızı qorusun. Onların sayəsində bu gün gəlib öz ata yurdumuzda arı təsərrüfatı ilə məşğul olduq. Allah bərəkət versin dayağının təsərrüfatına da. Mən qürur duyuram öz kəndimdə, həyatımda gəzdiyimizə görə. Yenə Allah şəhidlərimizə rəhmət eləsin. Allah sizə də dəyməsin ki, gəlib bizi lent alırsınız. Çox sağ olun, Allah razı olsun. Təsərrüfatla bağlı onu demək istəyirəm ki, bir daha yenə şəhidlərimizə Allah təala rəhmət eləsin. Onların valideynlərin qarşısında biz hamımız boşluq yox. Allah onlara Allah təaladan səbir diləyirəm. Bugün təsərrüfatımızı yerləşdirmişik. Biz Ağdərə rayon Sırxavənd kəndinə, daha doğrusu Qaraşlar bölməsinə gözlə görüləsi işlər burada çoxdur. Yəni o qədər zənginlik var ki burada. Yəni təsərrüfatımız burada Allahın köməklə xalqımız üçün, elimiz üçün təmiz bal gətirəcək, biz də xalqımız üçün təqdim edəcəyik. Belə. Burada gəlməyimizin səbəbi xalqımıza bu yerlərin balını təqdim eləməkdir, bu yerlərin balını yedirtməkdir. Allah köməyiniz olsun. Çalışdığımız odur ki, təmiz bal, daha da zəngin bal xalqımıza təqdim edəcək. Təsərrüfatınız bərəkətli olsun. Çox sağ olun, təşəkkür edirəm. Gördüyünüz kimi gətirmişəm, yetərincə arı gətirmişəm bura. Balı verən Allahdır. İşləri görmüşük, lazım işlərimizi biz işləmişik. Bal söhbəti qalıb Allahın işinə. Allah nə versə ona bərəkət. İbad dayı, bura nə bulağı adlanır? Mənim atamın adı ilə bağlıdır, Neymət bulağıdır. Allah rəhmət eləsin. Allah ölərimizə rəhmət eləsin. Bunun üstündə çox o vaxtı əziyyət çəkib orada qayanı yarıb, qayanın içindən bu bulağı çıxardıb, yığmışdıq turpuya. Belə, ağamın adı ilə bağlıdır bu bulaq. Neymət bulağıdır. Allah rəhmət eləsin. Ölərimizə rəhmət. İbad dayı, bu yazıya görə deyirdim mən səni narahat elirdim. Əli kişi bizdə bir nəfər olub burada. Aha. Yusif Gilin atasıdır bu. Hə. Ayrı bizim kənddə əli kişi olmayıb, tanımıram. Ola bilər ki, nə olub, mən tanımıram. Ermənilər bu daşı onu yəqin evindən çıxardıb gətirib bura qoyubdular, düzələşdiribdilər. Yəni bu daşlar hamısı bizim kənddən sökülən daşlardır deyə o kənd daşlardır söküb aparıb orada bura tutubdular. Görsə mən onu gördüm 1961. Əliş Hüm
yazılıbdı. O qalan hissəsi ya qırılıbdı ya o daşların altındadır. Yəqin ki, onun Yusifi görsəm, mən ondan əlaqəli nəsə ondan soraram, soruşaram, görüm bu onların evində olub yoxsa yox. Yəqin ki, olur. Ayrı şey ola bilməz. Oldu, sağ ol Sağ ol. İbad dayı. Biri iyun 1922-ci il. Yenidən biz şəhidlərimizi ziyarətə gəlmişik. Şəhidlərimizin görmək üçün biz bu yerdə çəkiliş aparırıq. Polat müəllim çox sağ ol. Sağ olun İbad dayı, Allah köməyiniz olsun. Çəkmirik, hamısı bizim üçün müqəddəsdir, hamısı şəhidlərimizdir. Hər biri bir-birindən gözəl, hamısı da döyüş meydanında şəhid olub. Bunlar hamısı döyüşə şəhid olublar. Şərqi yoxdur. Mülki də şəhid olub, elə o da, onlara da hamısı şəhidlik düşür hamısına. Sağ ol. Belə. Hələ şəhidlərimizin şəkillərində burada olmayanlar da yoxdur. Burada elə bir əksəriyyəti burada yoxdur. O bir stenddə var şəkillər. Yəqin ki, onlar da bura yerləşdirirlər. Allah hər birinə rəhmət eləsin. Amin, amin. Səndən də bizim dəyərli, cəngavər, güclü, qüvvəli bir şəhid balamız oldu. Allah hamısına rəhmət eləsin. Biri iyun 2025-ci il Sırxavənd kəndinin şəhidlərin İbad dayı ilə gəlib ziyarət elədik. Allah hər bir şəhidimizə rəhmət eləsin. Allah rəhmət eləsin. Ruhları şad, məkanları cənnət olsun. Şəhidlərimizin hesabına torpağımız bütöv Azərbaycan oldu. Torpaqlarımız işğaldan azad olundu. Allah hər bir şəhidimizə rəhmət eləsin. Amin. İbad dayı nəsə bir sözlərim varsa deyə bilərsən. Bunlar haqqında söz çoxdur. Konuşmaqda biraz çətin deyil. Bunların elə həddə gəlib bunları ziyarət edəndə adamı qəhər boğur. Hər biri bir-birindən qiymətli qardaşlarımızdır. Kənd cəmaətidir, kənd oğullarıdır. Allah hamısına rəhmət eləsin. Bunlar hamısı erməni gülləsindən şəhid olmuş insanlarımızdır. Bunlar bizim kəndimizin fəxrləridir, hər biri. Allah hamısına qəni-qəni rəhmət eləsin. Amin. Bura bizim idarənin yeri idi. Bizim Kafroz idarəsi, Safozun idarəsi burada yerləşirdi. Burada istəmi dəzgah var idi. Hamısını dağılır ermənilər. Bura bizim ambar idi o vaxt. Kafroz ambarı idi. Bura bu dəmirliyi. Ambar, hə, orada bizim ambar idi. Ermənilər biraz quraşdırıb nə qədər edirsə, orada onların istilası olur. Və bu düzəngah yer nə idi? Düzəngah bura bizim zadın Safoz həyətinin Safoz həyətində Safoz idi. Bizdə Safoz deyildi. Bu idarənin həyəti idi. Buralar da hamısı qıraqlama tikirlər idi. Onların hamısı ermənilər dağılır. Ambar idi deyə oralar Oçala ambar idi. Nə bilim, aydın gətirib elə bir Safozun yığılan məhsullarını gətirib orada yerləşdirirdilər. Elə oradan aşağı əkin sahələrimiz idi. Gördüğünüz o görkən yerlər hamısı əkin sahəsi idi, düz Xaçına qədər. Bütün buralarda o qədər gözəlliklər vardı, bütün evlər, işlər, hamısı çal-çağır bir vəziyyətlərimiz var idi burada. Uşaq gelirdi məktəbə, oradan məktəbdən çıxırdı, bu kənd dolu olurdu. Səs, köy, indi heç kim yoxdur. Allah'tan arzum oldu ki, yine bu kendimiz yine sesli köylü bir kənd olsun. Cemaat qayıtsın yerine yığışsın. Bu da evlər Qara müəllimin evidir. O bir tərəfki vallahi Qara müəllimin evi, Qüdrət müəllimin evi. Onların evidir. Bu da dədəmgilin eviydi, babamgilin bax buraydı. Bir də buranı İbad dayı görürsüz, ağaçlar da, şəl-şəbəl də çox tutub. Yox, indi bu olmayıb, burada böyük bağlar olub. Bu bağları təmiz qırıbdılar.
Bundan sonra Ermənilər qırıb da. Ermənilər qırıb. Hə, bunun hamısı ermənilər qırıb. Köylikdə ağac olub. Heç kəndi evləri görünmürdü ağaclar. Buraya buralar hamısı meyvə ağacları olubdu. Evlər güyün çəkilirdi. Onun hamısını erməni doğrayıb. Qalxan hamısı da təzədən qalxanlardır. Təzəlikən əmələ gələnlərdir. Bunlar hamısı təzəlikən əmələ gələn ağaclardır. Əksəriyyəti. Elə bir 100 ağacın 90'ı indi təzədən əmələ gəlmədi. Bax bu Burada tikin. dükan tikibdilər. bu- Mağazin imiş. Hə bunu da ermənilər tikibdi. Bunu da ermənilər tikib, bəli. Yox idi, bu yox idi. Bizim məktəb həyəti idi bura. Məktəbin həyəti olub da bura. Məktəbin həyəti olub. Ora bizim məktəbin köhnə məktəbimiz olubdu. O görükən. Aha. Sonra o bir hissəni təzə tikdilər. Buranı erməni tikib bu təzə. Yoxsa bizim bizim özümüzün, Hə. özümüzün, öz tikilimiz.